Allahdan soruşuram hamımızın adından. İlahi, sən ancaq yaxşıların Allahısan. Bəs biz günahkarlar hara qaçaq? Kimə pənah aparaq? Sən ancaq Əbu Zərlərin, Miqdadların, Salmanların Allahısan. Ancaq Əvəlfəzlərin, Həbiblərin, Qasimlərin. Bəs biz günahkarlar hara gedək? Belə bir mənzərə təsəvvür eləyin. Atanın məsələn nə qədər uşağı var, birini götürüb qucağına, başına sığal çəkir. O bir uşaq həsrətlə baxır ki, mən sənin oğlun deyiləm. Məni də götür. O da deyir, gəl oğlum, səni də atanam mən. Sən elə tək arzulayardın. Mən elə bildim, sən istəmirsən. Sən istədin, gəl. Allah da bəzi bəndələrini nəvaziş edir. Biz də həsrətlə baxaq ki, bəs mən sənin bəndən deyiləm. Məni ağuşuva almırsan, məni qucağıva almırsan, Allah deyər, sən də bəndəmsən, valla, səni də xoşbəxtlik üçün yaratmışam. Bəndələrim arasında fərq qoymuram ki, hamı istədiyinə gedir, çatır.